Azərbaycan yerüstü nəqliyyat agentliyi krosvorda döndərib. Yəni sürücülər bu dəqiqə axtarışdadır da, mən bu xəttənməklə necə gedim? Mən buradan bütün taksi sürücülərinə bildirmək istəyirəm ki, ümumiyyətcə buraxılış kartı başqa adamın şəxsinin adına olan avtomobili almasınlar. Siz 2 manat 50 qəpiyə 1 kilometrdə gedə bilərsiniz, 10 kilometrdə gedə bilərsiniz. Dəyərli izləyicilər, Avtomix efirindən hər birinizi salamlayırıq və bir çox izləyicimizin istəyi ilə biz taksi mövzusuna bugün toxunacağıq efirimizdə. Bilirəm ki, hər iki dostumuzu yaxşı tanıyırsınız. Ümumiyyətlə, taksi mövzusunda, taksi fəaliyyəti ilə bağlı səhifələrin izləyiciləri çoxdur. Elə tanımayanlar üçün onları da mən təqdim etmək istəyirəm. Taksi TV Bakunun rəhbəri Ruslan dostumuz buradadır. Ruslan, xoş gəlmişsən. Xoş gördük, salam edin. Və Emil dostumuzun həm taksi fəaliyyəti ilə bağlı, taksi mövzusunda sürücülərə köməklik göstərdiyi bir səhifəsi də var. Özü taksi parkında çalışır, onu bildirim sizə. Yəni taksi problemi ilə bağlı, ümumiyyətlə şikayətlərdir, kimlər ki suallar verir, o mövzuda canlılar açır, danışır. Emil bəy, xoş gəlmisiniz, salam edirəm. Xoş gördük sizə. İndi əsas məsələlərdən biri, izləyicilərimiz də rahat suallar yazsınlar, suallar üzərinə biz cavablar da verəcəyik. Taksi mövzusunda aktual məsələlər var ki, sürücülər əziyyət çəkirlər. Avtomix efirinin əsas kök-köycəyi avtomobil alqı-satqısıdır. Bunu bir taksi mövzusu ilə bağlasaq, adətən sayt üzərində belə bir şey görürük də. Avtomobil satışı ilə bağlı o da qeyd olunur ki, taksi buraxılış kartı var və bu istər-istəməz qiymətə təsir edən amil olur. Ki, qiymət biraz yuxarı satışa reallaşdırmaq istəyirlər avtomobilin qiymətindən bağlı. Amma taksi buraxılış kartı məsələsində bu nə qədər aktualdır? Ümumiyyətlə, o aktuallığın itirə bilərmi? Belə bəzi qaydalar var, üzr istəyirəm, siz məndən daha yaxşı bilirsiniz. Avtomobili satan şəxs sonra taksi fəaliyyətindən məşğul olanda taksi buraxılış kartı istər-istəməz qüvvədən düşürmü? Bu hallar varmı? Bu mövzuda istəyirəm birinci başlayaq. Mən ilk öncə belə bir söz deyim, üzr istəyirəm. Mən buradan bütün taksi sürücülərinə bildirmək istəyirəm ki, ümumiyyətcə buraxılış kartı başqa adamın şəxsinin adına olan avtomobili almasınlar. Bu bir. Yəni bu üstünlük deyil əslində. Yox, üstünlük deyil. Çünki taksi buraxılış kartı kimin adınadırsa, taksi avtomobilində post terminal həmən şəxsin adına olmalıdır. Və yaxud da gələcəkdə həmən şəxsin özü də taksi buraxılış kartını ləğv etmə ehtimalı da ola bilər. Hər bir halda da o avtomobil alan sürücü uduzacaq. Ona görə bütün taksi sürücülərinə deyirəm ki, başqasının adına olan buraxılış kartı olan avtomobili almayın. Aydındır. Emil bəy, siz nə deyirsiniz? İkinci məqam buradadır ki, yəni bunu vaxtilə aldılar hamısı. Yəni bu necə deyim sizə, maşınların gətirdilər, doldurdular. Dekabrın 31-nə qədər, 2025-in dekabrın 31-nə qədər bilirsiniz ki, kvotaya vaxt vermişdilər, 25 minlik kvotaya. Bunu da gətirdilər, doldurdular, nə bilim başqa sürücülərin adlarına sertifikatları ilə aldılar ki, bunu daha baha satacaqlar. Məsələn, BYD-ni satırdılar 22.523 minə, fikirləşdilər ki, satacaq bunu 26, 27, 28 minə. Və bugünkü reallığı görürük ki, yox, bu 26-27 minə satılmır artıq. Çünki BYD-nin hal-hazırda bazar qiyməti 20.520 minə düşüb. Bəli. Bir də əsas səbəb nədir? Çox sürücünün sürücülük vəsiqəsi gedib şeyə, necə deyirlər ona? Məhrumiyyət qoyulub. Məhrumiyyət. Ləğv olunub da, yəni balları çox olduğu üçün cərimələrə görə, ballara görə. Bəli. Mənim özümə nə qədər müraciət edirlər, qardaş, mən maşınımı satmaq istəyirəm, artıq cərimə olunmuşam, 6 aylıq sürücülük vəsiqəm gedib və mən 6 ay ərzində başqa bir işlə məşğul olacağam, ona görə də mən kreditimi verə bilmirəm. Emil bəy, sizə belə bir sual verim. Taksi fəaliyyətindən məşğul olursunuz da, düzdür? Bəli. Yanvar ayından bu günə qədər, indi 5 ayda, 6-cı aya keçəcək də, nə qədər cərimə balınız var? Mənim 2 bal. Ki, maşallah sürü idarə edirsiniz də. Bəli. Yəni, onda qayda qanunu bilmək, deməli, əslində, mənim də məsələn, taksi fəaliyyətindən məşğul olan dostum var. Deyir, qardaş, mən qayda qanunla sürürəm, çox da cərimələnmirəm. Amma deyir, çox çətindir də şəhərdə sürmək. Yəni, bütün nöqtələri biləsən, qayda qanunları 2 balı bir harda almışam? Sual verim, neçə saat taksi fəaliyyəti göstərirsiniz? Mən ən az 10 saat. 10 saata 5 ayda sürür, 2 bal. Ən az 10 saat. Çox yaxşı göstərirsiniz də əslində. Mən 2 balı bir harda almışam? Professional sürücüsünüz demək. 2 balı öz məhəlləmdə almışam. Sifariş gəlib, həmişə dayandığımız yerdə, hətta orada avtomobil saxladığımız yerdə gəlib saxlamışam, sürücü, müştəri 5 saniyə açılıb qapılar, bağlanıb və 40 manat 2 bal. Ay, sağ ol. Bu problemi tək belə deyil, indi Emil bəy deyir, tək Emil bəy yaşamır. Bütün taksi sürücüləri yaşayır. Müştəri düşürdü, mindirməkdə yığılan balların nəticəsində taksi sürücülərinin şəxsən tanıyılan bir çoxlarının sürücü vəsiqəsi məhrumiyyət qoyulub. Gedib, ruslar demişlər, Rişeniyə gedib, bildiniz necə 6 aylıq. Bəli. Ona görə onlar da işsiz qalır.
İşsizlik də yaxşı bir şeydir. Yəni taksi sürücülərinin ən çox şikayət etdiyi məqamlardan biri də budur əslində. Dayanma durma məsələsi. Dayanma durma məsələsi, cərimələr həddən artıq çoxdur. Yəni bilirsiniz necə, əvvəllər məsələn, o döngəyə 5 metr qalmışa qədər, yəni orada adicə 40 manat yazılırsa, indi 2 bal da var yanında. Və biz elə bir yerdə saxlamalıyıq ki, məsələn, avtobus zolağıdır. Avtobus zolağından iki məhəllənin arasında yer var. Biz ancaq o məhəllənin arasına verib saxlaya bilirik ki, maşını ki, orada müştəri minsin və yaxud düşsün. O da döngəyə 5 metr qalmışdır. Bəli. Yol ayrıca 5 metr qalmış sayılır. Orada da 40 manat. Buradan 100 manatdan və yaxud 80 manatdan canımızı qutarıq, amma gəlib düşürük yenə 40 manatlıq cəriməyə. Hara fırlatsaq cərimə qaçılmaz. Ayna bütün Bakı şəhərini parkinq eləyib. Əslində parkinqin öz qaydaları var. Nəsə o məsələyə daxil olmayım. Amma ki hər yeri parkinq eləyib. Bir dənə taksi sürücülər üçün taksi dayanacaqları qoymayıb. Yəni sən bunu zaten bu işi görürsən də, adicə parkinq nişanı qoyursan, xəttlənməni çəkirsən. Bunu bilmirəm, bilirsiniz ya yox, nişanlardır, xəttlənmədir. Əvvəl siqnal idarəsində idi, yoxsa səhv eləmirəmsə orada idi. İndi verilib Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi. Yəni şəhəri belə deyək də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi krosvorda döndərib. Yəni sürücülər bu dəqiqə axtarışdadır da, mən bu xəttlənməklə necə gedim? Yəni o bir yana, yəni bu parkinqləri qoyursunuz. Nişan da qoyursunuz. Amma taksi üçün zəmin nə qədər heç hesablasan, mənim səhv eləmirəmsə, biz 20 dənə taksi duracağı var ya yox Bakıda. Sürücülərə yaxşı deyirsiniz, bütün sənədləri aldırmısınız, deyirsiniz ki, qanun işləyin falan. Allah çox gözəl, amma sən buna heç eləməmsən. Mən bugünkü günə kimi müəyyən bir fikirlər vardı ki, mən şəxsi deyirəm, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin gördüyü işlərdən üst-üstə düşən məqamlar var idi. Bəyəndiyim məqamlar. Amma sonradan gördüm ki, bunlar elə deyir, bunu eləyin, onu eləyin, bunu eləyin, amma nəticədə taksi sürücüsünə hələ ki heç nə verilməyib. Heç nə, sadəcə sən ver, sən elə. Buradan İnva, bilmirəm, baxın, Grant servisli İnva proqramı var, Emil də bilir onu. İnva proqramında taksi buraxılış kartı alan sahibkar olsun və yaxud sürücü olsun, fərqi yoxdur. O müqavilə bağlayır. Bu barədə bir dəfə danışmışıq. Müqavilə əsasən göstərilən xidmət var. O xidmətin qarşılığında müəyyən pul ödəməlisən. İndi Grant servisdə o xidməti göstərmir, amma onlayn o pulu alır sürücüdən və yaxud sahibkardan neçə maşın varsa, fərqi yoxdur. Alır, amma o xidməti göstərmir onun qarşılığında. İndi bir dənə məsələ var. Burada şəxsi məlumatların qorunması var falan. İndi bunu hüquqşünaslar daha yaxşı bilər. Sən İnva, sənin ayna ilə nə əlaqən var? Sən nəyin əsasında o sürücünün o məbləği ödəyib ödəməməsini aynaya ötürürsən, inteqrasiya edirsən, hansı inteqrasiyadan gedir ki, bu sən kimsə hansısa sürücünün şəxsi məlumatını niyə ötürürsən? Ötürür ora, ayna da baxır ki, bu sürücü tutalım İnva proqramında avtomobilin texniki yoxlanış aparmadığına görə, o ayna da ötürür şirkətə ki, bəs bu avtomobili blok edə. Bloklayır, sürücü də indi axtarır, sürücü elə bir tapmaca tapır. Gedir, nə bilim, birinci aynaya, mən niyə bloklamısan? Aynaya deyir, mən bloklamamışım, sən niyə bloklayıram? Şirkətə gedir, şirkətə niyə bloklamısan məni? Şirkət deyir, sən İnvadan ödəniş eləməmsən. Sənə nə, İnvadan taksi şirkəti, sənə nə? Sənə nə adiyyatı var bunun? Sən İnva proqramına görə sürücünü aynanın göstərişi əsasında bloklayırsan. Yəni məlumatların burada qorunması falan məsələlər var. Yəni şəffaflıq. Sonra bilmirəm, mən bu yaxınlardan görürdüm Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin saytında taksi buraxılış kartı olan neçə avtomobil var. Mən görmürəm onu. Yox, var, mən hər gün görürəm, amma heç vaxt dəyişilmir. Növbədə həmişə 54 nəfərdir. Elə qal. Son göstərici nədir? 42288. Baxın, bu neçə ayın göstəricisi təxminən neçə vaxt elə qalıb? Yəni mən son bir 20 gündə daim mənə canlı açanda sual verirlər, neçə maşın nə vaxt 25 minə düşəcək. Mən onu nə vaxt baxıram, eyni. Amma mən sizə deyim, mən bu yaxınlarda 77 dənə maşın buraxılış kartını ləğv etdirmişəm. Niyə düşməyib o rəqəm? Biz parkda elə bəlkə bir 50 nəfərin buraxılışını ləğv eləmişik. Şəffaflıq var. Burada şəffaflıqdan əlavə ola bilər, şəffaflıq var. Amma sən bu məlumatları orada yeniləməsini niyə aparmırsan ki? Orada 43 min göstərmişsən, görməlidir ki, hansısa bir sürücü. Bu düşürə bilmirəm 42 min, tutalım 800-ə, 900-ə. Məsəl üçün. Bayaq verilişdən öncə də söhbət edirik. Emin də bildirər o barədə. Baxın, bu problem elə qalıb belə, nə həllini tapdı, nə bir şey. İnsan var, tutalım Emin'dən söhbət edək. Bu dəqiqə avtomobili var. Avtomobil indi plug-in hibriddir də. Hər hansısa bir texniki nasazlıqdan Allah eləsin, yandı maşını. Aşağı kart alıb. Bu adam ikinci o aldığı maşına o kartı belə deyək, yönləndirmə eləyə bilmirsə, bu adam qaldı işsiz. Vəssalam. Bu gözləməlidir 25 minə aşağı düşsün. Düşəndən sonra hələ bu növbəyə düşə biləcək, orada düşə bilməyəcək. Bu çörəksiz qaldı. Ailəsinə çörək para bilməyəcək. Ayna hələ
indiyənəcən bu problemi həll eləmir. Elə o adam məsələn taksi fəaliyyətində məşğul olursa, onun üçün bir belə deyək də bir ayrıcalıq yoxdur ki, o adam birbaşa elə bir şey yox. Mən video müraciət şəklində də Ruslan bəy bilir, video müraciət şəklində də eləmişəm. Hətta aynadan buna baxıblar. Deyiblər bəli, düz müraciət eləyir, amma biz buna heç nə eləyə bilmirik. Yəni necədir? Bəli, 20 avtomobili olan, 30 avtomobili olan bir sahibkarın bir avtomobillə nəsə olanda o çox şey itirmir. Amma çörək ağacı olan bir avtomobili olan bir taksi sürücüsü avtomobilinə nəsə olsa və yaxud köhnəlib artıq. İli çox köhnəlib, sürə bilmir artıq. Ümumiyyətlə avtomobillər belədir, taksidə o qədər sürülür ki, 3-4-5 ildən bir dəyişilsə daha yaxşı olar. Mən özüm şəxsən hər 3 ildən bir dəyişirdim avtomobilimi, amma indi məcburam, gözləyəm bizim nə vaxt kvota düzələcək, nə vaxt nə olacaq, mən onda avtomobilimi dəyişim. Amma bu avtomobil yeniliyi ilə bağlı əslində qayda var. Baxın, hardasa bir 2 ay il məsələsi var. Yox, 2 ay bundan qabaq səhv eləmirəmsə sərəncam verildi ki, müntəzəm sərnişin daşıma da 3 ay müddət verildi ki, vaxt verildi ki, müəyyən dəyişikliklər olmalıdır. Taksi də qeyri-müntəzəm sərnişin daşımaya daxildir. İndi orada görəcəyik nə dəyişikliklər elədi. Bəlkə elə həqiqətən bu məsələləri eləyəcəklər. Orada taksi buraxılış kartı olan avtomobillər hansısa bir indi onu da sübut etmək lazımdır. Mən maşını satmaqla yox, həqiqətən maşın yararsız olubsa, bəlkə deyirəm o dəyişikliklər olunacaq. Hələ onu bilmirik, gözləyirik indi. Çox bəlkə də bir aya falan onunla da əlaqədar qeyri-müntəzəm sərnişin daşımada taksilərdə olduğuna görə bəlkə orada da müəyyən dəyişiklik olar. Əlbəttə ki, olsa çox super olar. İndi amma mən inanmıram olsun. Aynadan yəni ki bunu gözləmirəm. Sonra baxın, bu yaxınlarda bütün media qurumlarında birmənalı olaraq hamısı şeylədir ki, bəs taksi qiymətləri qalxıb filan. Mənə maraqlı deyil. Bu vaxtı ikən yadımdadır da taksi sürücüləri qiymətin ucuzluğundan narazılıq edəndə yəni bu bəzi bir neçə medianın çıxmaq şərti ilə onlar taksi sürücülərinin problemlərini səsləndirirdi. Həmçində siz niyə demirdiniz bu taksi sürücüləri 60 qəpiyə, 80 qəpiyə, 1 manat 60 qəpiyə müştəri aparır. Yəni bunların gəliri, qazancı, sosial rifahı, yəni o deyil, niyə belə işləyir? Bunları demişsiniz, amma bugünkü gün hər hansısa bir tutalım 10% artım 1 kilometrəcə heç 3 qəpik düşür ya düşmür. Məsəl üçün deyirəm ha. Yəni bunu çox belə qlobal bir şey deyirlər. Amma halbuki elə bir şey də yoxdur. Taksi sayının azalması falan bayaq indi Emin bəy onu vurğulayar, şirkətdə olduğuna görə, taksi parkda olduğuna görə bilir. Bloklanmalar falan var, o mövzunu indi danışar. Yəni bu məsələləri yəni onda demirdiniz. İndi hər hansısa bir artım olmadığı halda hər hansısa bir belə deyildi, bir-iki müştərinin fikrinlə qiymət qalxıb deməklə həmişə olub da. Çaspik deyilən vaxtlar olub da. Amma çaspikdə tələb təklifə görə tələb təklif söhbəti. Mən də deyirəm ki, bu tələb təklif, mən bunu neçə illər deyirəm, tələb təklif məsələsini yığışdırmaq lazımdır. Taksi üçün əsaslandırılmış taksi qiyməti olmalıdır. Bunu da mən deməkdən artıq boğazım quruyur. 1 kilometrəcə düşən xərclər var, plan hamısı hesablanıb, əsaslandırılmalıdır. Və müştəri də sual verəndə onu qarşısına qoyursan ki, baxın, biz buna görə hesablamışıq. Taksi sürücüsü də sual verəndə həmçinin, qoysan qardaş, 1 kilometrəcə düşən məbləğ budur. Burada yanacaq var, burada minimum tam ortalama əmək haqqı var, bunun vergisi, amarsızsa xərci, hamısı hesablanmalıdır. İndi mən onu bir dəfə 80 neçə qəpik hesablamışdım. Artıq müəyyən qiymətlər falan hamısı qalxır deyə, bəlkə də artıq 1 manata falan düşməlidir. Bilirsiniz, bunu eləmir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi boynuna açır ki, biz qiymət tənzimləyən qurum deyilik. Qanunla elədir, tənzimləyən qurum deyil, amma istəsələr onu tənzimləyə bilərlər. Necə ki, bütün şirkətlər qarşısında öhdəlik qoydular ki, Bakı şəhərinin mərkəzində, belə deyək də, minimum gediş haqqı 2 illik olmalıdır. Bütün şirkətlər də aynanın tələbinə görə ona həyata keçir. Şəxsən özüm orada olmuşam, ona görə bilirəm. Yəni, şirkətlər də onu ona görə elədilər ki, aynanın qarşısında sabahları nəsə olsa bunu eləməsələr şirkətlər. Şirkətlər nə elədi? Əvvəllər 3 kilometrdən sonra əgər kilometraja görə qiymət hesablanırdısa, indi əvvəl oldu 5 kilometr, daha sonra qaldırdılar bunu 8 kilometrə, indi 10 kilometrdən də artıq, hətta 11 kilometrə qədər minimumdur. Məsələn, siz 2 manat 50 qəpiyə 1 kilometrdə gedə bilərsiniz, 10 kilometrdə gedə bilərsiniz. Bu reallıqdır. 2 manat 50 qəpik indi bəziləri deyəcək ki, qiymət qalx. Qiymət qalxmayıb. Qiymət bilmək istəyirsinizsə, yaşadığınız ərazidə bir dənə normal bir vaxt, məsələn, bazar günü səhər-səhər açın, A nöqtəsindən B nöqtəsinə bir həmişə getdiyiniz yerə qiymətə baxın. Görün qiymət necədir.
Çox biabırçaldadır. Qiymət nə vaxt qalxır? Axşam saspiktə, probka dayananda. Məsələn, indi biraz yay vaxtıdır. Axşamlar özünüz görürsünüz ki, şəhər mərkəzində daim tıxacdır. O tıxacda da nədir? Cəmaət çıxır, axşam saat 7-dən sonra, işdən sonra çıxırlar. Bu Dənizkənar bulvarda, məsələn, Nizami küçəsində, Targov dediyimiz yerdə gəzintiyə və geri qaydanda da əlbəttə ki, taksi sifariş edirlər. Çünki o dərəcədə bizdə avtobus da inkişaf eləməyib. Avtobusların axşama gəlib çatanda saat 9, 10, 11 artıq aralarında o interval artır. Bloklanma məsələsi məsələn. Bir də bloklanma. Bəli. Səbəb nədir? Bax, məsələn, müştəri sadəcə olaraq xoşuna gəlməyib ki, bunun avtomobildə buna deyiblər ki, siqaret çəkmək olmaz və yaxud burada saxlamaq olmaz və yaxud blokun ağzında dayana bilmirəm, 10 metr arxada dayanmışam. Müştəri başlayır şikayət yazmağa. Həmən fərq eləmir hansı şirkət olsa, hər iki şirkətə aiddir, yəni üçünə də aiddir. Həmən araşdırılmadan, eləmədən, xəbərdarlıq olunmadan birbaşa bloklanır. Heç araşdırma olmur yəni. Araşdırma olmur. Müştəri yaza bilər ki, məndən artıq pul tələb elədi. Bir nəfər araşdırmır ki, bu şərdi yoxsa yoxdur, bəlkə şərdi ya yox. Heç olmasa bir xəbərdarlıq elə. Mən adam tanıyıram ki, arendaya maşın götürüb, günü 40 manatdan 28 gün adam bloklayıblar. Aha. 28 gün. Bu nə etməlidir? Maşını aparıb geri qaytarmalıdır. Bu buna depozit verib. Depoziti batacaq. Harda işləsin? Necə işləsin? Üstünə taksi qoyub mu işləsin? O da alınmır. Hal-hazırda texnologiya dövrüdür. Heç kim yoldan keçən taksiyə əl eləyib minmir. Hamı şirkət sifariş verir. Bəli. Şikayət məsələsinə baxılması. Gün ərzində bilirsiniz nə qədər bloklanmalar var? Hər ümumi bütün şirkətləri götürsə ümumiyyətlə bir 500 nəfər, 400 nəfər bloklanma var. Yaxşı, onda bir sual da mən verim də. Məsələn, taksi sifariş verdiyimiz zaman bəzən olur ki, indi sıxlıqdır, taksi sürücüsü gələ bilmirmi, gəlmək istəmirmi? Bəzən özü orada mesaj bölməsində proqramın içərisində yazır ki, bəs mən gələ bilmirəm. Yəni bu nə deməkdir? Ləğv eləyin də zəhmət olmasa gedişi. Özü niyə ləğv eləmir? Yaxşı, özü niyə qəbul eləyir, sonra ləğv eləmək istəyir orada? Bu məsələ düşür, reytingi düşür aşağı. Reytingi düşür. Baxın, indi belə bir şey var. İndi o reyting düşür deyə belə bir şey də mənim şəxsən başıma gəlib də. Adam deyir ki, ləğv eləyim, mən bilməmişəm, dəfələrlə 2 dəfə, 3 dəfə eyni hal yaşadım, onu özüm ləğv elədim. Amma orada da o səbəblər verir axı orada, niyə ləğv eləyirsiniz? Mən dəfələrlə orada seçdim ki, yanlış sorğu. Yəni o yanlış sorğu. Öz üzərimə götürdüm də o yanlışı. Yanlış sorğu, bir də gördüm ki, o proqram özü məni blokladı. Mən artıq taksi sifariş verə bilmirəm. Bəli. Yəni bu məsələlər var. Yəni yuxarı baxırsan, aşağı baxırsan. Artıq bundan sonra sürücü də müştəri nə etsin? Reytingi düşür. Müştəri də buradan biz indi hər tərəfli duraq ki, şirkəti günahlandıraq, hər tərəfli müştərini günahlandıraq. Bizim içimizdə də yəni acı da olsa, sürücü var ki, gəlir ünvana hardasa bir 100 metr qalmış ya da gəlir bir dənə getdiyi yerindəni vurur, çıxır gedir durur bir yerdə ki, sən onu tapa bilməyəsən. Gözləyir, sən ona imtina verəsən, çıxıb gedə. Belə bir sürücülərimiz də var. Bu reallıqdır. Yəni o əslində sifariş edəndə onu qəbul eləməsə də onun reyting halı düşür aşağı, yoxsa necə? Qəbul etmədiyi halda da. Qəbul etmədiyi halda sürücülük şeyi düşür, bir də prioritet düşür aşağı. Yəni deyir xəttə girmisənsə, sifariş sən nə gəldin, girmisən xəttə. İşləyirsənsə götürərsən. Hə, götür. Xidmət göstər. Yəni düz deyir, həqiqətən ki, elə sürücülər var. Yəni müştərini incidir. Müştəri də siz fərd olaraq baxmır da taksiyə, bu Emildir, bu Ruslandır, bu Emindir. Ümumi taksi sürücüsü kimi görür hamını. Bəli, sən taksi sürücüsüsən. Sən Elnur kimi görmürsən, Ruslan kimi görmür. Ona görə də bunu belədirsə, demə hamısı belədir. Yəni ona görə acizə özü belə deyir də, sürücü haqlı olsa belə götürür mənfirə yazır. Başına gəlib deyə qalıb da beynində qalır şuraltı. Mənfirə yazır, sürücünün də reytingi düşür, aşağı prioritet düşür. Artıq orada da sifariş ötürülməsi azalır. Gördünüz kimin reytingi xalq yuxarıdırsa ona daha çox sifariş ötürülməsi gedir. Burada deməli bir izləyicimiz yazır ki, Bolt'un proqramı göstərir 1 dəqiqə, Waze göstərir 20 dəqiqə. Bax belə bir mesaj gəlib. Bolt hava məsafəsi ilə göstərir yazıb. Yox, hava məsafəsi ilə göstərmir. Bolt əvvəllər öz xəritəsi idi. İndi inteqrasiya olunub Google-a. Google-da belə düz göstərmir. Waze deyəndə də biz hər şey Waze-in üstünə atırıq. Waze bəzən fırladır. Yolu uzadır yəni. Bəzən yolu uzadır. Ən hal-hazırda ən gözəl proqram olaraq, xəritə olaraq Yandexin xəritəsidir. Ən dəqiqin, ən düzün o göstərir. Yəni mən özüm neçə dəfələrlə istifadə eləmişəm. İdeal, dəqiq.
Məncə taksi sürücüsü nədir, navigator nədir? Belə anlayış. Bu da əsas məsələ. Dərsliklərdə də o keçirilən dərslərdə, sonra taksi ilə əlaqədar qərarlarda da var ki, Bəli. taksi sürücüləri məşhur küçə prospektlərdir. Sonra xəstəxanalardır. Sonra Daxili İşlər Nazirliyinin polis bölmələri var ki, onların yerini bilməlidir. Yəni bu elementar bir şeydir. Yəni navigatora arxayın olub işləyən taksi sürücüləri navigator allatsa yaxşıdır. Ruslan, sənin söz və qüvvət vaxtilə bir məşhur bir taksi şirkəti var idi. Adını çəkmək istəmirəm. O taksi şirkətinə işə girməkdən ötürü biz imtahan verirdik. Çox güman 189-dan söhbət gedir. Hə də, yəni adını çəkmək istəmirəm çünki səbəblər çoxdur. Burada reklam da getməsin. Parti bey onlara reklam. Yox da, indi nə qədər olmaya. Oranlı o vaxt onların çox güclü taktikası var idi. Hətta orada sürücü kimi gəlib, mən öz gördüyümü görmüşəm ki, sürücü kimi gəlib, tanıyır şəhəri. Əla, super. Amma içəri girəndə müdiriyyət onu görüb ki, o idman paltarındadır və ayağında tapçıqası var. Deyib ki, fırlan bir də sən bizdə işləməyəsən. Sən işə çıxmısan. Bunu eləyən var idi, 189 idi, 99-a 33-də də bir müddət olub, səhv eləmirəmsə sonra. Yox. Shortkidə gələn sürücünü məsələn götürmürlər. Özüm onun şahidi olmuşam, ona görə deyirəm. Yəni Əslində bu seçimlər gözəl. Transmində şirkətlər gəldi, onları mənim özümü həmin şirkət işə götürəndə sual verirdi mənə. Məsələn, Parlament prospektində hansı obyektlər yerləşir? İzmir küçəsində nə yerləşir? Məsələn, Koroğlu Rəhimova necə getmək olar bu durduğumuz yerdən? Navigatorsuz. Biz adresləri... Siz şahidi olmamışsınız, taksi sürücüsü olub hətta. Yəni mən elmlərdə qalıram. Metronun yanına gəlib Elmlər Akademiyasının yanına. Çıxışı deyib, Bakı Dövlət hardadır burada? Oyda. Bakı Dövlət də 1900-ci ildə, yəni tikilən universitetdə. Tarixi dəqiq. Niyə İçəri şəhər metrosunun yanında mənim özümdən orada da, yəni elə sürücülər var. İndi də var ha. Fakt indi də var. Nə olsun, gedib təhsil alıb, nə deyirlər ona? Şəhadətnamə. Hamına sertifikat deyir, taksi şəhadətnaməsi də sürücü oxuyub aldığı. Yəni elə onu oxuyub alanlar var ha, elənçisinə. Ki gedib çatır arasa, deyir falan yer hardadır. Yaxşı, bu Aynanın bəs keçirdiyi imtahanlarda o belə yox idi. Bu suallar yoxdur üç olaraq. Yox. Aynanın keçirdiyi imtahanda o taksi şəhadətnaməsində orada suallar bilirsiniz nədir? Biz sürücülük vəsiqəsi alanda hansı suallar var? Onlara yol hərəkət qaydaları. Məsələn, mən sizə deyim, təkərin protektorunun qalınlığı nə qədər olmalıdır, sükanın lüftü nə qədər olmalıdır və yaxud arterial qanaxma nədir, venoz qanaxma nədir, cərimə, taksidə məsələn, fərqlənmə nişanı almadan işləməyin cəriməsi nə qədərdir? O suallardır, başqa heç bir sual yoxdur. Əslində küçələri soruşmaq lazımdır da, bir sual olaraq o da. Yox, orada keçirilən dərslikdə səhv eləmirəmsə, küçələri öyrətmirlər, yox. Sadəcə deyirlər ki, qanun deyir ki, küçə prospektləri bilməlisən. Sadəcə bunu bilməlisən. Bəli. Amma demirlər də filan küçə onu. Bax, indi reallıq bilirsiniz nədir? Moskvada özünüz bilirsiniz, GPS sessiz, özümüz də internetdən görürük, GPS sessiz yoxa çıxır. Mən o günləri bir taksi sürücüsüm indi, mənim öz avtomobilə Moskvada işləyən. Adam dedi ki, mən Moskvanı 5 barmağım tanıdığım üçün bir aya 1 ilin pulunu qazandım. Nəyə görə? GPS dayanmışdı. Ancaq dayanırdıq belə, otururdular filan yerə sür. Bəli. Mən də bilirdim. Amma deyir kim ki ancaq navigatorla işləyirdi. İşləyə bilmədi. O adam işləyə bilmədi orada. Eyni şey də Bakıdır. Yəni Bakı da balaca şəhər deyil. Moskvadan 500 kvadrat kilometr balacadır. Yəni Moskva 2600-dür, Bakı 2140. Deməli burada izləyicimiz nə yazır? Bizə salam. Əgər olursa rüsum nə qədərdir? Mən sizin digər mesajı görmürəm. Nəyin rüsumundan söhbət gedir? Hal-hazırda Taksi TV Bakının rəhbəri Ruslan dostumuz burdadır və taksi üzrə ilə mütəxəssis Emil bəy burdadır ki, rahat sizə suallarınızı yazıb bizə göndərə bilərsiniz. Avtomix efirini izləyirsiniz. Zik yağlarının baş sponsorluğu efirimiz yayınlanır. Murad LTD şirkəti Zik yağlarının Azərbaycanda yeganə rəsmi distributordur. Dəyərli dostlar, Zik yağı Cənubi Koreya saldı və Hyundai Kia'nda zavod dolum yağıdır. Burada mən sürücülərə məlumat vermiş oldum. Düzdür, belə maşallah ilə maraqlı danışdınız ki, qısa-qısa demək olar ki, bütün problemlər, məsələlərə toxundunuz. Bütün deməyim, amma bir çoxuna toxundunuz. Yəni həm qiymətə toxundunuz, həm dayanma durmaya toxundunuz ki, sürücülərin ən çox əziyyət çəkdiyi məqamlar. Qiymət, dayanma durma, müştərinin şikayəti, ona baxılmama məsələsi. Bəli. Sonra nə var? Taksi məsələsində problem məsələlərdən biri. Burada bir izləyicimiz yazmışdı əslində, sürücülərin mən bildiyim qədərlə yoxlanış məsələsi olmalıdır, düzü sağlamlığı ilə bağlı. Orada necədir vəziyyət? Orada heç yox, ümumiyyətlə yoxlanılır mı yəni sürücü? Elə onu deyirəm də, nəinki o, avtomobil bax,
bütün taksi sürücüləri taksi buraxılış kartı almamışdan qabaq Aha. müqavilə bağlayıb. Müqavilədə də göstərilib qərarda da ki, taksi minik avtomobili gündəlik reys qabağı avtomobil texniki yoxlanışda keçməlidir. Bəli. Bu praktik olaraq belə deyək də çatdırmaq mümkün deyil. Bunlar götürüb onlayn bunu ediblər. Bəli. Onlayn avtomobilin askı sisteminin hansı formada olduğu yəni bilinmir də. Sən o vizual görünüşünü bilə bilirsən. Bəli. O askı sistemi hansı formadadır, yolda təhlükəsizliyə cavab verir ya yox, bu bilinmir. İkincisi də ki, həmçində orada tibbi müayinə müqaviləsi bağlayıblar. Onlar da reys qabağı sürücü tibbi müayinədən keçməlidir. Ən azından belə deyək də, doğru dediyim ki, bilirik ki, qrip yolxuzu xəstəliyidir, keçicidir, düzdür, öskürə ilə falan hər hansısa formada. Bəli. Yəni bu adam qrip oturub avtomobilini sürəcəksə, müştəri əyləşəcək, ona da keçirəcək falan. Yəni bu adamın sağlamlıq durumu, reys qabağı hansı formadadır? Keçirilmir. Sadəcə kağız üzərində qaldı onlarda. Onların da həyata keçirilməsi üçün, yəni bunların kifayət qədər hal-hazırda olan 43 min, indi 25 min olsun, fərqi yoxdur. Yəni bunu çatdırmaq mümkün deyil. Yəni bunu eləyə bilməyəcəkdirsə, buna əvvəlcədən də belə bir şey qoymazdınız, özür istəyirəm. İkincisi də artıq bilirsiniz necə, mənasını itirdiyi, bu ayna bunu düzəldə bilmədi. Mən deyərdim ki, buraxın başını. Taksi məsələsinin başını buraxın. Gedin avtobuslara falan, nə bilim, bunlarla məşğul olun. Yəni taksi məsələsi sizlik olmadı. Necə ki, Bakı Nəqliyyat Agentliyi idi. Onlarlıq olan bacarmadılar. Həmçində siz də artıq insanlarda bir aqressiya yaradırsınız. Bir insanlarda qıcıq yaratmışsınız. Nəinki taksi ilə, digər cərmələrlə olsun, nişanlarla olsun filan. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi insanlarda artıq bir aqressiya, bir qıcıq yaradır. Yəni bacarmadınız da bunu etiraf eləmək lazımdır. Vəssalam. Nəsə demək istəyirəm. Mən Ruslan bəyin sözünə də bir dənə ki, bizdə Ruslan bəy bilirsən də narkolojidən nə vaxt keçirlər? Mən bilən 3 ayda ya 6 aydan bir keçməlidir. Yox, bütün sürücülərimi keçir. O artıq rüsumunu verib kağıza alırsa bilmirəm. Yalnız və yalnız buraxılış alanda, buraxılış kartı alanda. Bəli. Başqa cür. Məsələn, mən sertifikatım var, yəni şəhadətnaməm var, sürücülük. Mən sizdən avtomobil götürüb sürsəm, mən heç kimi yoxlamayacaq. Sertifikat da alanda heç kimi yoxlanılır. Başa düşdüm. Yəni bu təhsil, mən o əvvəldən biz deyirdik ki, təhsil alanda artıq onu narkoloji. Amma burada bir dənə nüans var. İmtahana getməmişdən qabaq. Bəli, razıyam. Bunu dedik. Onu verib sonra imtahana girsin. Sonradan narkoloji tələb eləməyin nə mənasıdır? Bəli. Sertifikat alandan sonra narkolojini necə tələb eləyə bilər? Çünki o sürücü gedib sizdən sahibkarın maşınını götürür, şəhadətnamə əsasında işləyəcək. Və ondan da əlavə heç kəs sesindən sığortalanmayıb və bilinmir ki, 6 aydan sonra o narkotik aludəçisi olacaq ya yox. Bu da və yaxud 3 aydan sonra. 3 aydan hansısa bir 6 aydan bir, yəni bunların da narkolojiyadan arayış alınması təmin olunmalıdır və hər hansısa formada aynanın sistemindən və yaxud şirkətin sistemindən yüklənməlidir ki, bu getdi, keçdi, aldı, gəldi. Bu yaxınlarda tədbir keçirildi Azərbaycanda. Biz məsələn hardasa bir 300 sürücüyə yaxın biz getdik narkoloji test verdik. Bəli. Amma yerdə 43 min qaldı. 300 nəfər normal. Bəs digərlərə? Yox, digərləri normaldır. Amma normal nə mənada? İçərisində var da bəziləri. Olma ehtimalı var. Yəni bunun necə yoxlayırsınız siz? Necə müəyyənləşdirirsiniz? Yəni mən onu demək istəyirəm də artıq yox deyə o taksi məsələsi bağlandı. Bacarmadınız da ləğv edin, ayna. Çəkinin qoy cəmaət gəlib çörəyini qazansınlar. Necə başlı-başına buraxsınlar. Çünki zaten mövcud vəziyyət sıxmaqdan ibarətdir, bildiniz. Sıxmaq da bayaq dedim ki, aqressiya, ümumiyyətlə kütlədə aqressiya yaradır. Aynanın bir dənə ən böyük minusu bilirsiniz nədir? Mən taksidə işlədiyim üçün aynaya gələn o işçilər gəlləri hava limanından da götürmüşük və yaxud şəhərin içində də. İndi özümün ingilis dilim, rus dilim olduğu üçün mən onların nə danışdığını çox gözəl başa düşürəm və aynayı aparıb aynanın baş idarəsinə aparanda yolda onlara zəng gələndə həmən müştəriyə ingilis dilində danışır müştəri və mən başa düşürəm ki, bu gəlib bizdə burada yol sistemini düzəltməyə. Aha. İndi gəlin bir şey deyək də, bir ingilisin, bir fransızın, bir almanın nə dərəcədə düzgündür gəlib Azərbaycanda yol sistemin, yol hərəkəti qaydalarının və yaxud nəyinsə düzəltməyi. Çünki biz başqa zehinlə yaşayırıq. Yox, indi praktikalar var ki, onlardan yararlanır, təcrübələrdən yararlanır. O gün bir almanı, müştəri götürmüşəm. Arkada polis maşınıdır. Sadəcə hərdən birdən dınq belə miqalkasını yandırır. Tələsmir heç ara, yol istəmir. Hərdən birdən tıxasdayıq. Mən alman deyir ki, siz necə oldu çəkilmədiniz hamınız belə ki, o keçsin. Dedim, yox, o no emerci də, yəni tələsmir heç ara. Yəni tələsi bir işi yoxdur.
Onlarda belədir, Almanlarda, yəni Avropada avtomatik olaraq iki zolaq aralanırlar, biri sağa, biri sola, ortanı boş qoyurlar. Biz də onu eləyə bilərik. Hələ ki mümkün. Bizdə təcili tibbi yardım maşınının sarışan işıqları yananda Qoşulduqda bir də arkasına qoşulub ondan gedirlər ki, mən də tez. Bəli. Hələ onu niyə deyirsiniz? Hələ bizdə yol hərəkəti qaydalarında əslində biz onlara yol verməliyik. Hətta qırmızıda dayanmışıqsa, qadağan edici nişanda biz yol verməliyik də təhlükəsiz şəkildə. Cərimə gəlir. Cərimə gəlir. Qırmızdan keçmirsən. Qırmızıdan keçmirsə ya da ki 40 manat 2 bal xəttin Ya çox ki mən ona görə gedib müraciət edəndə ki, baxın Silinir orada bu ehtimalla silinir. gəlməməlidir də əslində. Yox, gəlməməlidir. Avtomatik çəkmə şey var. Avtomatik Orada yox, fiziki Bəziləri çəkmirlər. fiziki çəkir. 90% fiziki çəkir. Yox, inanmıram. Amma fiziki onu Mən çatdırmaq üçün verilişdən sonra mən sizə sübut eləyərəm. onlar hep təknik hallarda olar, amma fiziki onu çatdırmaq üçün işçi sayı kifayət eləməz. Burada suallar var qanun məsələlərlə bağlı. Burada biz taksi ilə bağlı danışırıq. Yəni taksi ilə bağlı nə sualınız var verə bilərsiniz. Düz indi yavaş-yavaş yekunlaşdıracağıq canlımızı. Bir də qanunla bağlı qanuna zid səhifəsinə keçid edin. Orada yazın zəhmət olmasa tarix bölməsinə. Bir izləyicimiz yazır ki, kim düzəltsin nə qardaş? İstəyir alman olsun, İngilis, fransız fərq eləmir. Əsl məsələ odur ki, düzəlsin deyə. Düzəlməyəcək də. Bizim o zehnimiz o Çox bədi insan, çox belə. Yox, səbəb üstü necədir? Biz gərək gələcəkdə gələcəyi öyrədək. Hal-hazır ki, məsələn, 20 plusu biz öyrədə bilməyəcəyik. 20 plusu biz onları öyrədə bilməyəcəyik. Azərbaycanda necə başladınsa avtomobil idarə eləmək, o cürdə gedərsən. Rus burada Rusiyadan gələn avtomobil idarə eləyə bilmir. Hətta bizim, məsələn, Türkiyədə olmuşsa, onlar çox bərbad avtomobil idarə edirlər. Onlar belə burada avtomobil idarə eləyə bilmirlər. Mən Avropalılardan ümumiyyətlə danışmıram. Onlar burada sükan arxasında oturmağı istəmirlər ümumiyyətlə. Ehtiyat edirlər. Ehtiyat eləyirlər. Bizim toxunmadığımız hansı bir məqam qaldı? Onu toxunmaq. Əslində çox şey var, yaddan çıxıb sadəcə. Məsələn, taksi avtomobilinin xarici görünüşünə bağlı nəsə bir yenilik var. Yox, amma olsa lap yaxşı olar. Çünki taksi avtomobili qeyd olunmuşdu da. mütləq qərarda var idi. Mütləq qaydada taksi avtomobili digər avtomobillərdən Seçilməli. rənginə görə yox, ümumiyyətlə görünüşünə görə seçilməlidir. Baxın, gəlin bunu lap kübut formada deyilsəm. Tutalım da gecə yarısı hər hansısa bir xanım, hər hansısa bir xəstəxanaya bəlkə gedir, ya harasa da iş dalınıza gedir. Bunun hər dəfə arxasınca fərqli maşın gələndə o ağ rəngdə o taksidir və ya qırmızı rəngdə o taksidir deməklə bilirsiniz də bizdə ağzı yığışdırmayan adamlar da var. 1000 dənə qulp qoşurlar. Təsəvvür edin, mən Yunizə ilə gəlirəm. Yox, ona görə taksi avtomobili seçilmə üzərində taksi nişanı olmalıdır. Qıraqlarında kant olmalıdır, o xətlənmə olmalıdır. Bu yoxdur. Yoxdur cəmaət adam var bəlkə də indi belə deyir. Bunu gündə bir daha maşına minir. Oğlan deyir, bu hardandır bu? Necədir? Nə qədər dostu tanışı var. Fikirlərini demirlər ki, bu taksidən istifadə edir də, bildiniz necə? Yəni taksi fərqlənməlidir. Olmalıdır, fərqlənməlidir. Taksi avtomobili artıq uzaqdan bilməlidir ki, bu taksidir. Vəssalam. Rənginlə yox, hər hansısa şirkətin üzərində olan o şirkətin reklamıyla yox. Aha, aydındır. Belə. Kart ödəniş məsələsi necədir indi hal-hazırda? Kartla ödənişi onu baxın, o bayaq vurğulayırdı və verilişdən qabaq vurğulayırdı ki, emin kartla ödənişdə əslində heç bir problem yoxdur. Kartla ödənişdə heç bir problem yoxdur. Sadəcə olaraq bizdə ən çox icarəyə götürülən avtomobillər olduğu üçün bəzi şirkətlərdə, məsələn də mən çalışdığım şirkətdə, orada bizdə 7/24 anında nağdlaşdırma var. Amma digər şirkətdə həftədə bir dəfədir. Həftədə bir dəfə nağdlaşdırma olur. Ona görə bunlarda biraz çətinlik yaranır. Bəli. O kartla ödənişdə amma kartla ödəniş qəpiyinə qədər gəlir sürücüyə satır. Post terminal məsələsi var. Bayaq onu verilişdən öncə danışırdıq. Ən böyük problemimiz Ruslan bəy düz deyir, post terminal. Mən hal-hazırda məsələn bankın adını çəkmirəm. Bir ilə yaxın pulsuz işlətdim. Bir ildən sonra mənə bir də baxdım bağlandı post terminalı. Mobil post terminalda telefonda olur. Aha, niyə bağlandı? Səbəb odur ki, sən ayda 300 manat aborot eləməlisən. Ayda 300 manatlıq dövriyən olmalıdır. Mən deyirəm ki, biz taksi sürürük. Bizdə iki cürdür ödəniş. Kartla və nəqd. Bəli. Kartla ödəniş zaten kartla ödənişin eləyib adam. Şirkətin hesabına şirkətin hesabına eləyib, bu da gedib. Amma nağd olanda bizə nağd şəkildə verilir. Mən post terminalı hansı anda müştəriyə deməliyəm ki, gəl mən sizə post terminalla ödəniş edirəm. Dövriyyə necə olsun orada yəni? 8 manat mən hər ay həmən banka pul ödəyirəm. İndi başqa bir bankda 5 manat eləyir. Ki sizin 300 manat minimum dövriyyəniz olmalıdır. Bu hara? Yəni bu taksinin də xərci artır. Baxın, taksi sürücüsünün xərci. Yəni 82 manat 40 qəpiklər deyiləndə 83 manat 20 qəpik fərqlənmə nişanı.
Yəni ora DSMF-dir, izolasiya. DSMF-dir, ora DSMF-dir, Fərqlənmə icbari nişanı bir sığorta. dəfə deyil, nə qədər bir müddətdən? Hər ay. Tamam. 20 manat 60 qəpik İNVA bildiyimizdə. O da hər aydır. O da hər aydır. Aha. Və məsələn, məndə 8 manat da əlavə üstünə gəldi. Bəli. Bu. Bir də indi sığortaların da qiyməti qalxıb. Taksi sığortası 375 manata axırıncı dəfə mənə adam müraciət elədi ki, 375-dən aşağı heç kim eləmir. Həqiqətən də öz kanallarımızdan axtardıq, aradıq, gördük yox, alınmır. Adamın maşını lizinqdədir. Bir dəfə də qəza keçirtməyib, amma təzə qanunlara görə 375 manat pul ödəyir. Artıq bu gündən 16-sından da sığortada yeni qaydalar qüvvəyə minib. Əvvəl məsəl üçün avtomobili 1.5 deyək ki, Ravon avtomobilini tutalım deyək 70 manata, 85 manata edirdinsə, bu günləri 155 manat olundu. Sonuncu məsəl üçün də bundan qabaq kim idarə edir və yaxud da etibarnamə neçədəndirsə, ən axırıncı riskli kimdirsə, ondan götürülür. İndirmə olan götürülür. Bəli. Bir də postterminal məsələsi. Baxın, postterminala görə hətta sürücü bloka düşür. Bəli. Yəni bu adam buna görə niyə boş pul verir? Emin bəy dediyi kimi. Niyə boş pul verməlidir? Və yaxud istifadə olunmursa bunu bir dəfəlik ləğv edin, sürücü ona görə blok eləməyin. İkincisi düz deyir də. Yəni bu müştəri onsuz kartla sifariş verir ki, sistemdən taksi şirkətinin proqramından zaten şirkətin hesabına. Əslində şirkət də onu sürücünün hesabına dərhal belə deyək köçürməyə eləməlidir. O bank postterminalda rekvizit hesabına. Bəli, bank rekviziti. Rekvizitin hesabına köçürməlidir ki, bank da görsün ki, məsələn, bunun dövriyyəsi var. Amma şirkət bunu artıq monopoliya eləyib, nəqsiz ödənişləri onların hesabına köçürsə, sən bunu buna görə sürücünü blok eləyəməzsən. Əslində o Ruslan bəy dediyində də həqiqət var. Əgər mən bir həftədən sonra pulu alacamsa, artıq elə bir bu bank sistemi kimi işləyir. Mənim pulumla dövrə eləyirsiniz. Bəli. Düzdürmü? Bəli. Siz təsəvvür eləyin bir şirkətdə 5000, 6000, 10000 sürücü işləyir və onların da gündəlik minimum heç olmasa bir 20-30 manat kart gedişi varsa, hesablayın da bu dövriyyətdir. Sürücülər bəzən taksi parklarına şikayət edirdilər. Onların tətbiq etdiyi qaydalar, sürücülər buna görə çox yorulur. Gedişlər var, orada müəyyən məsələlər var. İndi siz bu işin içərisindəsiz də daha yaxşı bilirsiniz. Taksi parklarının fəaliyyəti ilə bağlı bir danışardıq. Taksi parkları hamısı bir-birindən fərqlidir. Ümumiyyətlə şirkətlərdə olan taksi parklar şirkətlərə görə də fərqlidir. Şirkətlərdə tələblərə görə fərqlidir. Bir də parkın özünün öz tələbləri də fərqlidir. Park var məsələn, mən çalışdığım parkda bizdə heç bir tələb yoxdur. Hətta sürücüyə həftədə 2 dəfə də istirahət günü verə bilirik. Onda onun qazancı orada aşağı olur da, digər parka baxanda, yoxsa necə? Yox, digər parka baxanda deyil. Məsələn, tələbi sərt olan park var, belə bir şey var da. Məsəl üçün demək istəyirəm ki, bir həftəyə sürücü tam 100 manat işləyirsə, burada 2 dəfə istirahəti varsa, artıq 80 manat işləyəcək də. Yox, orada məsələn deyək də, müəyyən bir şey qoyulur, summa qoyulur, həftəlik məbləğ qoyulur. Bu qədər məbləği işləyirsənsə, orada bonuslar da var təbii ki. Bonus daxil bu qədər məbləği işləyirsənsə, vəssalam, sən bunu 4 günə də vursan, bu məbləği 3 gün istirahət elə. Amma park var. Bu istirahət ayda 2 dəfədir. 2 dəfədir. Həftəyə 2 dəfə. Həftədə bir dəfə, 2 dəfə. Yəni hər həftə istirahəti var. Adamın hər həftə istirahəti var. Amma park var məsələn. Səhər tezdəndən 7-nin yarısından dayanmadan zəng eləyir ki, dur çıx işə. Günorta adam nahara getməlidir. Hara getdin? Niyə xəttə bağladın? Adam da üzr istəyirəm, düşür ayaq yoluna, yenə deyir, niyə düşdün? Elə bir şeylər də var. O cür parklar da var. Emil bəy yazır ki, yatdın, batdın deyir. Mənə görə eşitsiniz, mənə görə taksi parkları, filitlər hamısı şirkətin belə deyək də qoludur da, yəni şirkətə partnyorlarıdır, qolu. Şirkət olduğu halda parka filitə nə ehtiyac? Ona görə bütün park və filitlər bağlanmalıdır. Zaten şirkət var. Şirkətlər çox gözəl burada manipulyasiya edir. Müəyyən məsələlərdən qanuni yolla boyun qaçırmaq üçün əlində minbit şey var, şərait var. Sabahları məsəl üçün Emin bəyin işlədiyi şirkət hər hansısa bir maxinasiya eləsə, hər hansısa bir taksi ilə əlaqədar qeyri-qanuni iş görsə, şirkət yox. Birbaşa həmən park şirkətə bağlı olan park məsuliyyət daşıyır. Bilmirəm, görmüsən yox, bunun müqavilə bağlayır şirkət park. Gəlib oradan hansısa faiz qarşılığında park asanda, bu qalınlığında müqavilələr var. Bəli. Oxumuşam onun hamısını, bu qalınlığında. Yəni orada elə bir yazılar var ki, şirkət konkret mənlik deyil.
Ona görə bu şirkət taksi şirkəti varsa, onların partnyorları bilməli olur, hamısı bağlanmalıdır. Parklar bağlanmalı. Ha, bağlanma mənası yoxdur. Şirkət var da bu şirkət, onda şirkəti çıxarın, o parklar işləsin yaxşı. Hərəsi bir şirkət olsun işləsin. Yəni bunu gedib ondan dalım deyim də, burada nə var ki? Kimsə gedib park açmaq istəyir. Yaxşı, gözəl də bilirsən. Dalım, bu dəqiqə neçə faizdir sizdə? Bizdə 19. 19%. Sifarişin şirkətdən neçə faizi götürüblər? 16. Bildiniz? 3% qoydu artıq gəlir kimi. Çünki başa 25-ə də işləyən var. Bəli, parkın müəyyən xərcləri var. Bəli. Faizin qarşılığında çıxardır. İndi şəxsi avtomobilləri də icarəyə verməklə falan müəyyən həftəlik limit qoymaqla, sürücüyə məbləğ limiti qoymaqla oradan da gəlir götürür öz yerində. Amma müəyyən şeylərdə xərcləri də o 3% ilə çıxardır, vergisi falan. Və bunu sürücü 16% işləyə bilər də bunu. Sürücülər bu dəqiqə qan ağlayır ki, qardaş mən niyə 25%, 19% verməliyəm? Parka gedən kimlərdir? O birisi şirkətdə də ümumiyyətlə 24.1-dir. Nisbət cəhətdən müəyyən şirkət parklarda faizlərin azlığında müəyyən fərqlər var aralarında, başa düşdün. Amma fakt bu sifarişin qiyməti 16%-dir. Fakt budur da, yəni. Bu şirkətin ana şirkətdə ana şirkət olanda mən deyim onu sənə. İşçinin sayı avtomatik artacaq, ofislərin sayı artacaq. Bəli. Və ona görə də faizi qaldıracaq. Artıq özü yenə bir dənə faiz zaten yox, 16 eləməyəcək, artıq eləyəcək. Ola bilər. Yox, ehtiyac yoxdur. Mən bu şirkətin vergisi, işçi pulu, bunun nə bilim ofisi filan zat nə qədər olmalıdır? Sən özün bilirsən, mən də şirkətdə işləmişəm. Çox yaxşı incəliyini bilirəm. Neçə faizəcən kifayətdir. Gəlir əldə eləməyinə yaxşı gəlir. İndi sizə bir dənə məqam deyəcəm. Siz bilirsiniz Azərbaycanda çalışan şirkətlərin ümumiyyətlə qazancı nə qədərdir? Parkın yəni demək. Yox. Hansı şirkət? Ana şirkətlər. Tamam, Bolt, Uber olsun. Yox, onu necə bilə bilər? Biri hardasa 3-5% işləyir qazanc olaraq. Aha. Biri ümumiyyətlə minus 10%, 12% işləyir. Mənfidədir yəni. Mən inanmıram. Yox, reallıqdır. Mənfidədirsə niyə işləyir onu? İşləyir də. Bəlkə pul Harada bu məlumat sizdə? Var da fakt. Ya mən bilmirəm. Bilirsiniz necədir? Oturub o qazancları hesablayanda, oturub qazancları görürsən ki, xeyri yoxdur orada. Baxırsan ki, heç bir xeyri yoxdur. Şirkət öz cibindən taqqataraq pul verir, bonus verir, onu verir, bunu verir, bunu verir. Digər ölkələrdən gələn gəlir hesabına, burada onu fəaliyyətini davam etdirir ki, gələcəkdə rəqabət budur da. Bilirsiniz yəni, bax, hər iki şirkət, adlarını çəkmədiyim şirkətlər, hər iki şirkətin büdcəsi kiçik dövlətlərin büdcəsindən çoxdur. Fakt bu dəqiqə, məsələn, Ruslan bəy və yaxud Emil və yaxud siz bir şirkət açmaq istəsək, biz onlara mümkün deyil rəqabət aparaq. Qiyməti o qədər aşağı salacaq ki, hətta mənfisinə belə işləsə... Yox, qiyməti aşağı salmayacaq. Qiyməti normalda saxlayacaq, endirimləri o qədər verəcək ki, müştərilərə. Bəli. Və yaxud sürücülərə o qədər bonus verəcək ki, heç kim o şirkətdə də işləmək istəməyəcək. O şirkətlə kəllə-kəllə bir dənə sözüm. Baxın, baba deyim, mənfiyə gedir. Azərbaycanda o şirkət açan mənfiyə gedirməyi mənə biraz absurd gəldi, nəyə görə deyirsəm. Talım, adını çəkək də, bu gizli saxlı deyildi. Bütün dünyada Bolt, məsəl üçün, Estonia proqramı, düzdür? Buradakı Bolt proqramı, onu hər hansısa bir faiz müqabilində götürüb işlədir, bilirsən də. Yəni 3%, 5% gedir ora. Talım, burada 10%dir, talım. Bunun 3-5%-i dəqiq bilmirəm də, onu yalan deyərəm. Gedir Estonia, onların hesabına. Çünki belə deyə də arendaya götürüb deyə, kiraya götürüb bunu, düzdür? Buradakı şirkət necə mənfiyə gedə bilər? Və yaxud o şirkət necə mənfiyə gedə bilər? Onu verilişdən sonra deyərəm. Yox, bunu elə burada denənək, bunu necə gedə bilər? Nəyə bildim? Burada deyərəm. Bunun mənfiyə getmə ehtimalı çox azdır. Bu zaten filitlə parklarla fəaliyyət göstərir, düzdür? Bəli. Burada tutalım 10 manat da qazansa, onun 3%-ni verəcək Estoniyaya. 7 manatını götürəcək, onun içində icarə haqqı, nə bilim, işçi pulu falan zat, vergisi falan öz yerində. Gəlir vergisi burada verirsən də, gəlir vergisi də səhv eləmirəmsə 2%-dir. Düzdür? Dövrəyən 2%-dir. Yox, gəlir vergisi 18 var, ədəbə deyil. O ədəbədir, gəlir vergisi. Ona abarotlar yüksəkdir axı. Yox, 2%-dir, mən səhv eləmirəmsə. Dövrələri çox yüksəkdir. Yox, parklar ola bilər. O filitlər parklar ola bilər. Mənfiyə getmə ehtimalı. Filitlər parklar ola bilər, o 2%-la verirlər. Amma şirkət olaraq onlar 18%. Bu burada mənfiyə getsə belə, əsas ana şirkət var Estoniya, əsas. Yox, ana şirkət mənfiyə getmir. Ana şirkət mənfiyə getmir. Ana şirkət mənfiyə. Onda o buradakının rəsodu çoxdur da. Ümumiyyətlə siz bilirsiniz ki, hər iki şirkət avtomobillərin yeniliyinə görə öz hansı ölkələri əhatə edirlər, ilk beşlikdədirlər. Avtomobilləri yeniliyinə görə. Necə yeniliyinə görə? Yeni də, yəni yeni avtomobillər çalır. Hə, yəni ki, o şirkətdə fəaliyyət göstərən avtomobillərin illəri təzədir də. İlləri təzədir də. Normaldır. Əksəriyyəti 24-25-dir.
Əksəriyyət. Yəni mənfiyə getməyə mən biraz absurd gəldi. Yavaş-yavaş Bir dənə də şeyə toxunaq. Taksi duracağında taksiyə cərimənin yazılması. Taksi duracağıdır. Aha. Bilirsiniz o Necə seçilir o taksi orada olur? Yox da, indi qulaq as. Seçilməyi mən deyim sənə necədir. Ruslan, bu dəqiqə çıxaq çölə burdan. Hər hansı bir avtomobili göstər. Mən o avtomobilin taksi olub olmamağı mən sənə deyə bilərəm. Biz siz o artıq burada psixologiya olur. Psixologiya deyil. Yəni sən Psixologiya deyil. Necə bilə bilərsən? Bu Aynanın saytı var. Aynanın saytına hər hansı bir avtomobilin o zətdən oradan yoxlaya bilirsən. Əgər mən adi taksi sürücüsü mən yoxlaya bilirəmsə bu avtomobil taksi buraxılış kartı var. Aha. Bunu o çəkən kamera var ha. O necə görə bilər? Ben bunun əksini deyim də. Taksi kartı olan avtomobili adi sıravi insan da alıb sürür. Yəni bu əsas verir ki, orada dayansın. Yox, yaxşı, indi bir dənə də iş var. İli düşməyən, Necə buraxılışı olmayan avtomobil. Bax Ruslan bəy, Orada dayanmaq. siz öz avtomobilinizlə, sizin buraxılışınız yox, düzdür. Üstlərinə taksi qoyun, gedin dayanın hər hansı bir taksi dayanacağında. Bu da bir paradoksdur da. Cərimə gəlməyəcək. Siz öz avtomobilinizlə gedin, rəngi fərq eləmir, ili fərq eləmir, avtomobil fərq eləmir. Üstündə taksi varsa İstəyirsiniz, Maybaxla gedin dayanın, istəyirsiniz, nə bilim, ən belə balaca zapı ilə, Zaporojcdan gedin dayanın. Üstündə taksi varsa cərimə gəlmir. Yəni belə görürəm yəni bu o deməkdir ki, taksi avtomobil üçün xarici tərtibat vacib olabilir. Belə olur. Yəni belə başa düşürəm ki, özün yormur da o izləyən var ya avtomatik çəkilmə. O sadəcə görüntüyə baxır, ona görə təyin edir. Araşdırma yoxdur orada. Bəli. Aydın. Hətta Aynanın bir nümayəndəsi belə mənə onu dedi ki, özümə şoka düşdüm. Mənə deyirdilər, mən inanmırdım buna. Deyir, özüm getdim Yasamalda, öz avtomobilin üzərinə taksi qoydum, 1 saatdan çox dayandım. Cərimə gəlmədi. Amma mənim arxamda taksi Yango reklamlı bir gəldi dayandı. Hə. 20 dəqiqədən sonra dedi, burada taksiyə mənə cərimə gəldi ki. Onda bir dənə şaşkaya görədir o. Bir şaşkaya görə, bəli. Yəni bəli, bir dənə ona görə heç kənarına baxan yoxdur, az üzərinə baxırlar. Bu da maraqlı oldu. Yekunlaşdıraq yavaş-yavaş canlımızı. Yekunlaşdıraq. Dəyərli dostlar, biz yavaş-yavaş canlımızı yekunlaşdırırıq. Sağ olsunlar. Emil bəy, Ruslan bəy bizə bir məlumat verdilər, maarifləndirdilər. İndi burada yazanlar da var. İnşallah ki, bir daha da görüşəcəyik. Sağ olun, şərait yaratdığınız üçün. Xoşdur bizim üçün. Görüşər inşallah. Mütləq. Bir iki aydan yeni qərar görək nə çıxır. Hə, yeni qərardan sonra bir də belə bir efir edəcəyik inşallah ki. İnşallah. Sağ olun, görüşmək ümidi ilə.